Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı, o cümlədən Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və digərlərinin barələrində Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmündən verilən apellyasiya şikayətləri üzrə açıq keçirilən məhkəmə baxışının növbəti iclasında dövlət ittihamını müdafiə edən prokurorlar çıxış etdilər. Baş Prokurorluğun dövlət ittihamını müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı dedi ki, istintaq zamanı toplanan çoxsaylı sübutlar, hüquqi sənədlər, ifadələr birinci instansiya məhkəməsində geniş və açıq şəkildə tədqiq olunub. Müəyyənləşib ki, Ermənistan dövləti və onun formalaşdırdığı cinayətkar birliyin vahid məqsədi Azərbaycanın suveren ərazilərini işğal etmək və azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmək olub. Bu məqsədə çatmaq üçün azərbaycanlıları zorla tarixi torpaqlarından, evlərindən çıxarıblar. Həmin ərazilərdəki idarəçiliyi ələ keçirib Azərbaycanın təbii resurslarını qanunsuz istismar ediblər. Ayrı-ayrı rayon və kəndlərə hücumlar edib, azərbaycanlı hərbiçiləri və mülki şəxsləri öldürüblər, əsir və girov götürüb işgəncələrə, fiziki və psixi zorakılığa məruz qoyulublar. Azərbaycana qarşı aparılan bu təcavüzkar müharibə nəticəsində xalqımıza qarşı soyqırım, əhalinin qəsdən kütləvi şəkildə məhv edilməsi kimi amansız cinayətlər törədilib. Bütün qanunsuz və qeyri-insani əməllərin Ermənistanın dövlət orqanları və siyasi rəhbərliyi tərəfindən planlaşdırıldığı və idarə edildiyi açıq şəkildə sübut olunub. Planlaşdırılmış təcavüzkar müharibə, bunun nəticəsində azərbaycanlılara qarşı törədilən bütün cinayət əməlləri, o cümlədən Xocalı soyqırımı, zərərçəkənlərin məhkəmədə verdikləri ifadələrlə tam sübuta yetirilib. Bu cinayətlərin törədilməsində iştirak edən hər bir şəxs tutduğu vəzifəyə, səlahiyyətinə və faktiki roluna uyğun məsuliyyət daşıyır. Təqsirləndirilən şəxslərin əməlləri ayrı-ayrılıqda deyil, vahid təcavüzkar siyasətin icrası kimi qiymətləndirilməlidir. Abbas Abbaslı dedi ki, onların hər biri cinayətkar birliyə qoşulduğu dövrə uyğun olaraq törədilmiş təcavüz, soyqırımı, müharibə, sülh və insanlıq əleyhinə digər cinayətlərə görə tam təqsirli bilinməklə layiqli cəzalara məhkum edilməlidirlər. Dövlət ittihamını müdafiə edən prokuror Anar Ələkbərov birinci instansiya məhkəməsində tədqiq edilən və sübuta yetirilən cinayət işi üzrə konkret xüsusatları qeyd etdi. Dövlət ittihamını müdafiə edən prokuror Sevinç Qasımova təqsirləndirilən şəxslərin ayrı-ayrı cinayət əməllərində iştirakının sübuta yetirildiyi epizodları sadaladı. Bildirildi ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar cinayətkar birliyin hansı qaydada formalaşdığı, kim tərəfindən rəhbərlik edildiyi, hansı istiqamətlərdə terror, etnik təmizləmə və digər zorakı cinayət əməlləri törətdiyi tam aydınlaşıb. Qeyd edək ki, 2 ayda davam edən məhkəmə prosesində əvvəlcə təqsirləndirilən şəxslər və onların müdafiəçiləri apellyasiya şikayətlərinin əsaslandırılması üzrə çıxış ediblər. Təqsirləndirilən şəxslər həmçinin onların hüquqlarını qoruyan müdafiəçiləri Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünün ləğvini, əvəzində bəraət hökmünün çıxarılmasını xahiş ediblər. Zərərçəkmiş şəxslərin nümayəndələri isə birinci instansiya məhkəməsinin ədalətli hökm çıxardığını və həmin qərarın dəyişdirilməməsini məhkəmədən xahiş ediblər. Müdafiə tərəfinin apellyasiya şikayətlərinin əsassız olduğunu bildiriblər. Məhkəmə prosesi iyulun 24-də davam etdiriləcək. Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi, hakimlər Emin Mehdiyev və Mehriban Qarayevadan ibarət tərkibdə keçirilən iclas məhkəmə istintaqa aparılmadan və əlavə sübutlar tədqiq olunmadan keçirilir. Barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslər bildikləri erməni və rus dillərində tərcüməçilər, habelə hüquqlarının müdafiəsi məqsədi ilə hər biri dövlət hesabına 2 vəkillə təmin ediliblər. Təqsirləndirilən Lövam Natsakanyan, Arayik Harutyunyan, David Manukyan, David İşxanyan və David Babayan Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Digər təqsirləndirilən şəxslər isə müvafiq olaraq 15 ildən 20 ilədək müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.